Yox qaqa, Twitter bilsən nədir? Prosto bu indi dünyada baxmadan, indi Azərbaycanda Facebook belə sayılır, Facebook, Instagram. Amma belə dünyada da qaqa, bu böyük şirkətlərin, biznesmenlərin məadi bir şey görmüsən, Amerika prezidentinin belə Twitter'ı var. Başa düşdün? Ən çox belə böyük şeylər zətlər, şirkətlər zətlər Twitter'da şey eləyir də, o cür. Bunların elə bir ki, qaqa Twitter səhifələri var idi. Özlərinin maili var, YouTube'da mail var. Yəni oradan girib YouTube'a mail yazmaq olur. Prosta mən nə etdim? Mən götürdüm. Twitter'da YouTube'un səhifəsi var. Səhifədə nəsə video paylaşmışdılar ki, YouTube'da yenilik olacaqlar. Gördüm hala online'dır. Gördüm hala online'dır. Mən götürdüm bunu belə komment yazdım ki, şeydir. Komment yazdım ki, bəs bu nətər sosial şəbəkədir, nə bilim nə. Mənim bir aydır kanalım itib, hələ mənim kanalımı axtarmırsınız. Bəs də bu istifadəçilərinizə qarşı hörmətsizlik eləyirsiniz də. Mənim YouTube üçün 5 ildə əziyyət çəkirəm, zülm çəkirəm. YouTube Azərbaycanda nəmi tanıtdıran, məşhurlaşdıran, YouTube'un inkişafı üçün əlləşən Azərbaycanlı bir YouTuberəm. Siz durub məni almırsınız. Nəmi belə elə konkret yazdım da. Yazdım, o dedi mən cavab yazmayacaq. Ondan sonra əsəbimdən ağzıma gələni yazdım. Ola 2 dəqiqə keçdi, bildim, tınk telefona bildiriş. Açdım ki, YouTube cavab yazıb. Twitter'da mənim kommentimə yanıt verib də. Gördüm o yazıb ki, çox üzr istəyirik. Biz istəmərik heç bir istifadəçimizə qarşı hörmətsizlik eləyək. Bəs bizi də nəzərə alın ki, milyonlarla istifadəçimiz var. Hər birinə çatdırıb yaza bilmirik. Zəhmət olmasa direktdə bizə yazın. Ala dedim, mən də yazdım ki, bəs olanda direkti bağlıdır qaqa. Direkti yazmaq olmur YouTube'a. Milyonlarla adam var yenə, hamı yazsa da olmuşdu. Dedim, bəs direktivinizi bağlamışsınız da, mən nətər yazım sizə direktiv? Dedi, gözləyin özümüz yazırıq. Ala gördüm, dank mənə mesaj. Girdim, baxdım o YouTube. Yazıb ki, bəs şeydir. Zəhmət olmasa kanal kim açıb, nə vaxt açılıb, kim tərəfindən açılıb, həmən məlumatları ver. Dedim, mənim gözüm üstə. Götdüm buna dank ki, filan tarixdə filan kəs tərəfindən kanal açılıb. Odur, budur, zırt, pırt, hamısını yazdım, göndərdim. Gördüm, ha, cavab gəldi. Cavab gəldi, zəhmət olmasa gözlüyüm, biz sizə cavab yazacaq. O yan bir yan ki, gecə saat 2-3 cavab yazdı ki, bəs şeydir. Həqiqətən kanalın sizin olmağı təsdiqləndi. Bəs 14 iş gün ərzində kanal sizə qaytarılacaq. Dedim, ölənlərin rəhmətli, ay sağ ol.